Son günlər sosial şəbəkələrdə, xüsusən də Panoramist İran şəhəri xəttini təbliğ edən səhifələrdə eyni bir foto və eyni məzmunlu şərhlər dövr edir. Paylaşımda deyilir ki, güya İranın Yezd şəhərində 2500 ildir istifadə olunan 700-dən çox badgir, yəni külək tutan qüllə elektriksiz şəkildə evlərin temperaturunu 15 dərəcə aşağı salır. Bu qüllələrin 5 metrdən 33 metrədək hündürlükdə olduğu, gil və keramika kərpicdən tikildiyi, küləyi tutaraq onu su hovuzları və qalın divarlar vasitəsilə soyutduğu, isti havanı isə bayıra çıxardığı qeyd olunur. Hətta deyilir ki, bəzi badgir sistemləri yeraltı su şəbəkələrinə qanadlara bağlanaraq əlavə soyutma effekti yaradır. Ardınca Yezd evlərinin 60 sm qalınlığında gil divarlarından, kiçik bazalarından, su ilə zəngin həyətlərindən danışılır və bütün bunlar İran mədəniyyətinin 2500 il əvvəl belə texnologiya kəşf etməsi kimi təqdim olunur. Buraya qədər hər şey heyranlıq tonundadır. Amma məsələ burada bitmir. Estafeti dərhal İran şəhəri təbliğatçıları ələ alır və bu memarlıq nümunəsi üzərindən böyük İran mədəniyyəti nağılını davam etdirirlər. Hətta bəziləri daha da irəli gedərək iddia edir ki, güya Yezd Yezidi kürdlərin ana vətənidir. İndi isə gəlin məsələyə hissə-hissə sakit və faktlara əsaslanaraq baxaq. Birincisi badgir, ya da bizim dildə desək yelçəkər texnologiyası İrana məxsus ixtira deyil. Bu sistem Elamda Şumerdə təxminən 3-5 min il əvvəl mövcud idi. Yəni Persiya adlı siyasi mədəni konstruksiyanın yaradılmasından ən azı 1000-1500 il əvvəl. Üstəlik ötən əsrin 70-ci 80-ci illərinə qədər Azərbaycanın bir çox rayonlarında bu texnologiyanın sadələşdirilmiş forması ilə tikilmiş gil evlər hələ də mövcud idi. Bu memarlıq mədəniyyəti Qoşa çayırasının rütubətli isti iqlimində farslardan xeyli əvvəl yaşamış xalqlar tərəfindən formalaşdırılıb. Elamlılar, Şumerlər, Samilər, hətta Proto-Samilər. Yəni bu mədəniyyəti bir xalqa məxsuslaşdırmaq, üstəlik onu Ari irqinin böyük İran şəhəri mədəniyyətinin sübutu kimi təqdim etmək istər-istəməz ideoloji nağılı xidmət edir. İstər bilərəkdən, istər bilməyərəkdən. İkincisi, Yezdə Yezidi elementi kəşf etmək artıq ayrı bir məsələdir. Yezidilik İslamın ilk əsrlərində formalaşmış bir sektadır. Sonradan Mesopotamiyanın digər hənif monoteist inancları ilə qarışmış Şeyx Adilinin İslami təriqətinin təhrif olunmuş formasıdır. İlk Yezdi icmaları Sami ərəb mənşəli idi. Bu gün Yezidiləri ağ ərəb kimi təqdim edən yüzlərlə elmi araşdırma mövcuddur. Hətta həmin araşdırmalara görə Yezdilərin bir hissəsinin Kurmancı ləhcəsinə keçidi o qədər də qədim deyil. Osmanlı dövründə qızılbaş türkmanların bölgədən çıxarılıb yerlərinə Şafi kürdlərin yerləşdirilməsindən sonra kiçik dini icmalar tədricən Kurmancıya keçiblər. Üçüncü və ən vacib məqam. Yezd şəhərindəki ən böyük badgir haradadır bilirsinizmi? Dövlətəbad bağında. Və o 17-ci əsrdə bir türkman qızılbaş əmiri tərəfindən inşa edilmiş sarayın tərkib hissəsidir. Ümumiyyətlə Yezd və ətrafındakı orta əsr abidələrinin böyük əksəriyyəti Səlcuqlu, Əfşar, Səfəvi və Qacar dövrlərinə, yəni Oğuz Azərbaycan siyasi hakimiyyətlərinə aiddir. Bir Azərbaycan türkü olaraq mən bununla fəxr edirəm. Bu gün orada yaşayan Zərdüştü Qucarati parslara da, müsəlman farsivanlara da hörmətim var. Amma nə minnətdarlığım var, nə də kör-körənə heyranlığım. Səbəbini isə yuxarıda açıq və əsaslandırılmış şəkildə izah etdim.